uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün bizim yeni dərs izahımız Lesson 4A Healthy Lifestyle. Dərs 4 A variantı sağlam həyat tərzi mövzusudur. Baxırıq sözlərimizə. A well-balanced diet. Yaxşı, balanslaşdırılmış bir pəhriz. Different types of healthy foods in the right amounts. Düzgün ölçülərdə müxtəlif növ sağlam ərzaqlar. Eating a well-balanced diet helps me have lots of energy. Yaxşı, balanslaşdırılmış bir pəhriz mənə çoxlu enerjili olmağıma kömək edir. To get enough sleep, kifayət qədər yatmaq. To rest your body and mind at night to feel ready for the next day. Beynini yaxud da bədənini axşam rahat hiss etmə, səhərsi günə hazır olmaq üçün rahatlamaq. Olur yatmaq. I need to get enough sleep so I can wake up feeling fresh. Mən kifayət qədər yatmalıyam. Beləliklə mən daha cümrah oyana bilirəm. To stay hydrated, kifayət qədər su içmək. To drink enough water to keep your body healthy. Kifayət qədər su içmək sənin bədənini sağlam saxlayır. Drinking plenty of water helps me stay hydrated. Kifayət miqdarda su içmək mənim bədənimi sulu qalmasına kömək edir. To avoid stress, stressdən qaçınmaq. To stay calm and not to get worried. Sakit dayanmaq və narahat olmamaq. I do some yoga to avoid stress. Mən stressdən uzaq qalmaq üçün yoga edirəm. To reduce screen time. Ekran vaxtını azaltmaq. To spend less time looking at screens like TV, computers or phones. Televizor, kompüterlər və telefonlar kimi ekranların qarşısında az vaxt keçirmək. I decided to reduce my screen time to focus on my homework. Mən qərara gəldim ki, ekran vaxtımı azaldım və ev tapşırıqlarıma fokuslanım. To achieve, nail olmaq. To successfully do something you planned or wanted to do. Etmək istədiyin yaxud da planlaşdırdığın bir şeyi uğurla etmək. Olur to achieve, yəni nail olmaq. He worked hard and finally achieved success. O çox çalışdı və nəhayət uğur əldə etdi. To set goals, məqsədlər təyin etmək. To decide on things you want to achieve. Əldə etmək istədiyin şeyləri qərara almaq, qərarlaşdırmaq. I set a goal to swim like a fish. Mən balıq kimi üzməyi qarşıma məqsəd qoydum. To maintain hygiene. Higiyenanı, yəni təmizliyi qorumaq. To keep yourself clean and healthy. Özünü təmiz və sağlam saxlamaq. To maintain good hygiene, I wash my hands regularly. Higiyenamı, yəni təmizliyimi, yaxşı təmizliyimi qorumaq üçün mən müntəzəm olaraq əllərimi yuyuram. Növbəti səhifəmizdəki tapşırıqda bizə birinci tapşırıqda öyrəndiyimiz sözlər vasitəsilə tapşırığı tamamlamalıyıq. Üçüncü tapşırıqda burada bizim 4 dənə speakerımız var. Onları dinləməliyik və tapmalıyıq. Tapşırığı dinləməmişdən əvvəl baxırıq ki, söhbət nədən gedir. Deməli, 4 dənə speakerımız var. Bunlar bizə they sent to teenagers. Listen and match the speakers to the message they sent to the teenagers. One option is extra. Bir dənə fikir burada əlavədir. Deməli, bunlar yeniyetmələrə hər hansısa bir fikirlər ötürür. Görək nə ötürə bilərlər. Stay hydrated. Yəni, bədənini su saxlamaq, kifayət qədər su içmək. Get enough sleep, kifayət qədər yatmaq. Reduce screen time, ekran vaxtını azaltmaq. Avoid stress, stressdən uzaq olmaq. Set goals, məqsədlər təyin etmək. Dinləməni dinləyirik və ona uyğun olaraq speakerları seçirik ki, hansı dinləmədə, birinci dinləmədə tutaq ki, danışan hansı speaker idi və bizə hansı məsləhəti verir. Track 14. Speaker 1. It is a great way to stay motivated and achieve your dreams. Think about what you want to learn or get better at, and then make a plan to get there. Speaker 2. Too much time on phones and TV can be bad for you.
Try to take breaks and do fun activities instead. Read a book, play outside, or spend time with friends. Believe me, if you do this, you'll have more energy. Speaker 3. Have a regular bedtime routine to help you relax. You'll feel more focused and ready to study the next day. Speaker 4. It is so important for your body. When you drink enough water, you have more energy to play and learn. Make sure to carry a water bottle with you and drink water throughout the day. If you do this, your brain and muscles will work better. Deməli dinləməmizi dinlədik. İndi isə baxırıq mövzuya görək söhbət nədən gedir. Speaker 1. Speaker 1-da deyir ki, uşaqlar burada yazmışam, siz istəsəz özünüz baxa bilərsiniz. Make a plan to get there. Deməli nə deyir? Deyir motivasiyanı qorumaq və arzularına nail olmaq, arzularına çatmaq çox gözəl bir şeydir. Bunun üçün nə edirsən? Fikirləşirsən ki, nəyi öyrənmək istəyirsən, yaxud da nədəsə yaxşı olmaq istəyirsən, bunun haqqında düşünürsən və sonra da plan hazırlayırsan. Bu olur Speaker 4, get set goals, məqsədlər təyin edin. İkincisi deyir ki, telefonun yaxud da kompüterin qarşısında çox vaxt keçirmək sənin üçün pis ola bilər. Çalış ki, fasilələr elə və əvəzində əyləncəli bir fəaliyyətlərlə məşğul ol. Kitab oxu, yaxud çöldə oyna, yaxud da vaxtı dostlarınla keçir. Mənə inan ki, bu səni daha çox enerjili eləyəcək. Bu da olur Speaker 3, reduce screen time, ekran vaxtını azaltmaq. Speaker, deməli, üçüncü danışan görək, hansı uyğundur üçüncü danışana. Üçüncü danışanımız deyir ki, müntəzəm olaraq yatmaq üçün bir rutin hazırla. Sən daha çox deyir, diqqətin daha çox olacaq, daha çox diqqətli olacaqsan və növbəti gün öyrənməyə daha çox hazır olacaqsan. Dördüncüyə, deməli, burada deyir ki, get enough sleep, yəni kifayət qədər yat. Bu olur, üçüncü danışanımız bizə uyğun olur B variantına. Dördüncü danışanımıza baxırıq, görək söhbət nədən gedir. When you drink enough water, you have more energy to play and learn. Sən kifayət qədər su içəndə sənin öyrənməyə və oynamağa kifayət qədər enerjin olacaq. Make sure to carry a water bottle with you and drink water through the day. Buna əmin ol, deyir və özünlə bir butulka su daşı və gün boyunca onu iç. If you do this, your brain and muscles will work better. Əgər sən bunu içsən, sənin beynin və əzəllərin daha yaxşı işləyəcək. Bu da olur, dördüncü danışanımız da A variantına uyğun gəlir. Stay hydrated, bədənini sulu saxlamaq. Baxırıq dördüncü tapşırığımıza. Discuss the questions with your partner. Yoldaşınla sualı müzakirə et. Why it is important to live a healthy lifestyle? Sağlam həyat tərzi yaşamaq nə üçün önəmlidir? What do you want to achieve? Sən nəyə nail olmaq istəyirsən? What do you do to stay healthy? Sağlam qalmaq üçün sən nə edirsən? Bu suallar ətrafında özünüz düşünürsünüz və hərə özünə uyğun cavablar hazırlayır. Keçirik növbəti hissəyə. Lesson 4-ün B variantına baxırıq şəklə. Look at the photos and discuss the questions with a partner. Yenə də şəklə baxırıq və sualları yoldaşımızla müzakirə edirik. Do you think these people have a healthy lifestyle? Səncə bu insanların sağlam həyat tərzi var? What should they avoid doing if they want to be healthy? Əgər onlar sağlam olmaq istəyirlərsə, nədən uzaq durmalıdırlar? Baxırıq mətnlərimizə. Read the form answers. What do you like? What do you think the form question is? Səncə bu formların sualı nədir? Baxırıq. Yes, I try to have a well-balanced diet by eating fruits and vegetables. Bəli, deyir, mən çalışıram ki, meyvə və tərəvəzlər yeyərək yaxşı qidalanım. I have started taking care of my health since my mom taught me about the importance of healthy eating. Mən, deyir, anam mənə sağlam qidalanmanın əhəmiyyəti haqqında danışandan bəri öz sağlamlığımın qayğısına qalmağa başladım. I have already started drinking more water to stay hydrated. Mən artıq bədənimin sulu qalması üçün kifayət qədər su içməyə başladım. I haven't been able to get enough sleep yet. Amma mən hələ də kifayət qədər yata bilmirəm. But I hope to start sleeping better soon. Lakin mən ümid eləyirəm ki, tezliklə yaxşı yatmağa başlayacağam.
It's important to have a balanced diet, get enough sleep and stay hydrated to be healthy. Bu deyir, yaxşı qidalanma, kifayət qədər yatmaq və bədənini sulu saxlamaq, sağlam olmaq üçün çox əhəmiyyətlidir. Keçirik digər hissəsinə. Deməli, növbəti hissədə Sophia 15 years old. 15 yaşlı Sophia yazır. Oxuyuruq. Since I started learning about healthy eating, I have made better choices. Sağlam qidalanma haqqında öyrənəndən sonra mən daha yaxşı seçimlər etməyə başladım. I sleep less. Mən az yatıram. So I have a lot of time doing things that I enjoy like playing outside with my friends. Beləliklə də mənim çöldə dostlarım sevdiyim şeyləri etmək, deməli zövq aldığım şeyləri etmək, misal üçün dostlarımla çöldə oynamaq kimi şeyləri etməyə daha çox vaxtım olur. I have already started to avoid stress by doing things that make me feel happy, like spending more time with my family. Mən artıq stressdən uzaq qalmaq üçün bəzi şeyləri edirəm, hansılar ki məni xoşbəxt edir, mənim ailəmlə daha çox vaxt keçirmək kimi. Sometimes I even talk to my parents about how I am feeling and that helps too. Bəzən də deyir, hətta mən valideynlərimlə də bunun haqqında, necə hiss etdiyim haqqında və onun mənə necə kömək etdiyi barədə valideynlərimlə də danışıram. I haven't reduced my screen time yet, but I am working on it. Mən hələ də ekran vaxtımı azaltmamışam, amma onun üzərində işləyirəm. I know I shouldn't spend so much time on the screen. Mən bilirəm ki, mən telefonda, ekranda çox vaxt keçirməməliyəm. It's important to eat well, have fun and limit screen time to achieve a healthy and balanced life. Balansı və sağlam həyat üçün yaxşı qidalanmaq, ekran vaxtını əylənmək və ekran vaxtını azaltmaq, deməli, balanslı bir həyat, yaxud da sağlam bir həyata nail olmaq üçün yaxşı qidalanmaq, əylənmək və ekran vaxtını azaltmaq çox əhəmiyyətlidir. Digərinə baxırıq. Kira, 17 years old. 17 yaşlı Kira. Hi, I always maintain hygiene by washing my hands before meals and brushing my teeth twice a day. Mən deyir, öz higiyenamı, yəni təmizliyimi yeməkdən əvvəl və əllərimi yumaqla və gündə 2 dəfə dişlərimi deməli fırçalamaqla qoruyuram. This week I have started setting goals for myself like eating more vegetables every day. Bu həftə mən özümə yeni bir sağlam, deməli daha çox tərəvəzlər, hər gün daha çox tərəvəz yemək kimi özümə yeni bir məqsədlər qoymağa başlamışam. I have been at the gym regularly for the past 2 weeks. Mən deyir artıq 2 həftədir ki, müntəzəm olaraq idmanla məşğul oluram. I have made some good friends there. Mən orada bir neçədən yaxşı dostlar qazanmışam. They also want to live a healthy lifestyle. Onlar da həmçinin sağlam həyat tərzi yaşamaq istəyirlər. It's great to take care of myself and stay active. Öz sağlamlığımın qayğısına qalmaq və fəal olmaq əladır. Bu da deməli bu. Kira'nın söhbəti. Deməli, burada bizə sual nə ola bilər? Ola bilər ki, what do you do for to live a healthy lifestyle? Sağlam bir həyat tərzi yaşamaq üçün sən nə edirsən? İndi baxırıq tapşırığımıza. 3-cü tapşırığa. Read the text again and match statements 1 to 6 to the people A to C. A və C variantında olan insanlardan bu 1-dən 6-ya qədər olan sualı bunlara uyğunlaşdırmalıyıq. This person has started doing sports. Bu insan idman etməyə başlayıb. Kim idi? Kira. This person spent a lot of time watching TV. Bu insan deməli televizorda çox vaxt keçirdir. Bu da kim idi? Sophia. This person started to eat healthier after his or her parents talked to her. Bu da bizim birinci mətndə danışan insanımız idi ki, anası ona danışandan sonra o sağlam həyat tərzi haqqında bilib.
This person has met new people with the same goals. Bu insan eyni məqsədləri olan insanlarla tanış olub. Bu da Kira idi. Biz dedik ki, idman zalında çoxlu insanlarla tanış olub. This person has a hard time sleeping. Bu birinci oxuduğumuz insan idi. A variantında oxuduğumuz hələ də yaxşı yata bilmirdi. This person spends a lot of time in the open air. Bu insan da açıq havada çoxlu vaxt keçirirdi. Bu da deməli Sophia aid idi. Çünki Sophia nə etmişdi? Az yatırdı və çöldə dostları ilə daha çox oynayırdı. Növbəti dərsimizdə artıq since, for, already, yet. Aha, 4-cü tapşırıqda bunu eləyirik. Bunlar haqqında da sizə məlumat göndərmişdim. Since bəri deməkdir, hərəkətin başlanma müddətindən bərini deyirik. For hərəkətin nə qədər davam etdiyini deyirik. Already artıq bir hərəkətin olduğu. Yet isə hələ də, hələ. İndi baxırıq 4-cü tapşırığa. Deməli, burada since, for, already, yeti boşluqlara uyğun olaraq qoymalıyıq. We use with a period or duration of time. Nəyinsə bir vaxtını, müddətini demək üçün for'dan istifadə edirik. Demişdik ki, for hərəkətin nə qədər davam etdiyini bildirir. We use for, birdə olacaq for. 2-də we use with a starting point of time. Hansı vaxtdan başladığını deyirik. Bu da demişdim bəri. Məsələn, 2023-cü ildən bəri. Burada da since-dən istifadə edirik. 3-cü cümləmizdə we use to say that something has happened before now. İndidən əvvəl bir vaxtda bir hərəkətin baş verdiyini demək üçün istifadə edirik. Already artıq, mən artıq başlamışam məsələn, əvvəlcədən başlamışam artıq. We use yet to say that something hasn't happened before now. Bu isə yetdən isə yet hələ də deməkdir, əvvəlcədən baş verməyib. Məsələn, mən hələ də deyir yaxşı yuxu yata bilmirəm. Hələ də, yəni bu hadisə baş verməyib. Bugünkü dərs sahımız bu qədər. Növbəti dərsimizdə görüşənə qədər.